Salam əziz və dəyərli şagirdlər. Bu gün sizin üçün Şahin İbrahimovun Respublika Fən müsabiqəsinə hazırlıq kitabının 9-cu sınağını izah edirəm. Ümid edirəm ki, hər birinizə faydalı olar. Birinci iki suala diqqət yetirək. Silisium elementinin iki izotopu olduğunu fərz edək. Biri 28, biri 29. Və yayılma faizləri verilmişdir. Orta kütlə ədədini hesablayın. Bu sual sadə sualdır. Deməli biz dedik ki, əgər bizə faizləri və izotopları verərsə, bu zaman biz kütlə ədədlərini, yəni 28-i hər bir kütlə ədədini yayılma faizinə vurub onları cəmləyib 100-ə bölürük. Deməli 28 vurulsun 92%, 29 üzərinə gəlinsin 29 elementinin yayılma faizi 8%. 29 vurulsun 8%, bölünsün faizlərin cəmi nə olmalıdır? Həmişə 100 olur da, bölünsün 100. Bərabərdir. Düzgün cavab variantı 28 tam %8. Düzgün cavab variantı B variantı. Müsbət yüklü protium izotopunda hansı hissəciklər var? İlk öncə biz bunu qeyd edək ki, hidrogenin 3 izotopu var. Protium, deuterium və tritium. Protium kütləsi və proton sayı 1 olan, deuterium kütləsi 2, proton sayı 1 olan, tritium isə kütləsi 3, proton sayı 1 olan izotopdur. Bizə bildirilir ki, protium izotopu, yəni kütləsi və sıra nömrəsi 1 olan izotopdan söhbət gedir. Müsbət yüklü. Yükü müsbət 1-dir. Və hansı hissəciklər var? Diqqət edəksə uşaqlar, deməli proton sayı neçədir? İyonun yükü bərabərdir. Proton çıxılsın elektron dusturundan istifadə etsək. Proton sayı 1, iyonun yükü müsbət 1 bərabərdir elektron sayı. Buradan elektron sayı 0-a bərabər olur bu tənliyə əsasən. Deməli müsbət yüklü protium izotopunda elektron ola bilməz. B və D variantları düzgün cavab variantı ola bilməz. Və eyni zamanda diqqət edirək ki, neytron sayına. Neytron sayı hidrogen protium izotopu bu şəkildədir. Yəni kütlə ədədi A bərabərdir 1, P bərabərdir 1. Düzdür, A 1-dir, P də 1-dir. Neytron sayını necə hesablaya bilərik? A bərabərdir, P üzərinə gəlsin N dusturuna. Əsasən hər şeyi yerinə qoysaq, A 1-dir, 1 bərabərdir, P də 1-dir, üzərinə gəlsin neytron. Neytron bərabərdir 0-a. Deməli, neytron hissəciyi də yoxdur. Proton isə var, proton 1-dir. Ona görə də düzgün cavab variantı C variantı. Neytron və elektron olmayacaq, lakin proton olacaq. Keçək növbəti 3-cü suala. 3-cü sualın şərtində bildirilir ki, atom haqqında verilmiş fikirlərdən hansı doğrudur? Birinci müddəa. Neytral atomun nüvə yükü 0-dır. Bu heç vaxt düzgün ola bilməz. Niyə? Çünki atomun nüvəsi proton və neytronlardan təşkil olunmuşdur. Və nüvəyə yükü verən neytronlar yüksüz olduğuna görə nüvəyə yükü verən yerdə qalan protonlardır. Və hər bir atomun protonu, yəni dövrü sistemində yerləşdiyi sıra nömrəsi var. Ona görə də nüvə yükü heç zaman 0 ola bilməz. 1. Yanlış ifadədir. 2. İzotop atomlarda neytron sayı eyni ola bilməz. Bəli, doğrudur. İzotop nə idi? Proton sayı eyni olan kütlə ədədi və neytron sayları fərqli olan atom növü. Neytron sayları eyni ola bilməz. 3-cü müddəa. Neytron atomda proton sayı elektron sayına bərabərdir. Neytral atomda. Bəli, doğrudur. Biz demişik ki, neytral atomda, yəni element heç bir elektron verib almadıqda proton elektrona bərabər olur. Məsələn, X-in burada 10 protonu varsa, avtomatik 10 elektron olacaq. Çünki heç bir elektron mübadiləsi baş verməyib. 4-cü müddəa. Neytral atomlarda atomun yükü 0 ola bilməz. 4-cü müddəa doğrudur. Çünki deməli bizə deyir ki, atomun yükü 0 ola bilməz. Bu yanlış ifadədir. Çünki neytral atomlarda biz deyirik ki, atomun yükü 0-dır. Nüvənin yükü 0 ola bilməz, amma atomun yükü 0-dır. Ona görə də 4-cü müddəa yanlışdır. Düzgün cavab variantı doğrudur istəyirsə 2 və 3 B variantı. 4-cü sual. İlk dəfə hansı alim atomda proton və elektrondan bəhs etmişdi? Bu sual şifahi sualdır. Düzgün cavab variantı C variantı Thomson. 5-ci suala baxaq. Hansı kimya birləşmənin tərkibindəki atomların sayı etanol molekulundakı atomların sayından 3 dəfə azdır?
Etanol digər adı etil spirtidir. C2H5OH bu şəkildə yazılır. 7-ci sinif dərslikdə də var kimyəvi birləşmələr dərsində. Deməli, məişətdə istifadə olunan kimyəvi birləşmələr. Neçə atom var? Gəlin hesablayaq. Atom indeks sayıdır. Karbonun indeksi 2, üzərinə gəlsin 2 karbon atomu, üzərinə gəlsin hidrogenin indeksi 5, üzərinə gəlsin oksigenin indeksi 1, kimyada 1 yəni yazılmadığına görə heç nə olmayanda 1 kimi götürülür. Üzərinə gəlsin hidrogen yenə 1. Bərabərdir. 2, 5, 7, 7 o da 2, 9. Deməli, etanol maddəsində 9 atom var. Bizə deyir ki, hansı 9-dan 3 dəfə az olsun. Düzgün cavab variantı C variantıdır. Niyə? Çünki karbon qazı karbon O2 kimi yazılır. 1 karbon atomu, 2 oksigen atomu ümumiləsək 3 atom var. Yəni 9-dan 3 dəfə az. Düzgün cavab variantı C variantıdır. Amma digər birləşmələrin də formullarını yazaq. Aseton C3H6O, çay sodası natrium hidro karbonat, D variantı isə dəm qazı karbon O. Ona görə də düzgün cavab variantı C variantı. 7-ci suala baxaq. 7-ci sualda bizə 2 ion verilmişdir. NH4 müsbət və xlor N ionu. Bildirilir ki, elektron sayıları bərabərdirsə N-i müəyyən edin. Biz ilk öncə amonium ionunun elektron sayını hesablayaq. İyonun yükü bərabərdir. Proton çıxılsın elektron dusturundan istifadə edək. Yəni bu dustur sadə olduğuna görə adətən bu dusturdan istifadə etmək daha məqsədə uyğundur. İyonun yükü müsbət 1-ə bərabərdir. 1 bərabərdir. Proton sayını hesablayaq. Azotun bir atomunda şərtdən də görürdük 7 proton var. Sol aşağı küncdə yazılır 7. Biri azot atomu olduğuna görə elə 7 vurulsun 1, 7. Üzərinə gəlinsin hidrogenin isə 1 protonu var. 4 hidrogen atomu olduğuna görə 4 vurulsun 1, 4. Minus elektron. Elektron bilmirik neçədir. Elektron bərabərdir. Elektron sayı, deməli bunu bir dənə buradan yazaq. Elektron sayı bərabərdir. 7 üzərinə gəlsin 4, 11, 11 çıxılsın 1, 10. Deməli 10 elektron. Bu iyonda 10 elektron var. Bizə deyir ki, elektron sayıları bərabər olsun. Deməli, xlor iyonunda da 10 elektron olacaq. Və xlorun sıra nömrəsi, yəni proton sayı 17-dir. Verilib şərtdə. İndi biz yenə də iyonun yükü bərabərdir. Proton çıxılsın, elektron dusturundan istifadə edə bilərik. İyonun yükü N, bilmirik neçədir. Protonumuz 17, elektronumuz 10. Elektron sayı 10. N bərabərdir 17 çıx 10, müsbət 7. Düzgün cavab variantı D variantı. 8-ci suala baxaq. Molekul sayılarının nisbəti uyğun olaraq bir bölünsün 2,5 olan C4H10 və C2H4 qazlarından ibarət qarışıq verilmişdir və bildirilir ki, qarışıqda cəmi 40 hidrogen atomu varsa, neçə neutron var? Nisbət 1-in uyğun olaraq 1x-in 2,5 x-ə olan nisbətidir. Yəni x-lər ixtisar getdikdə nisbət dediyinə görə özümüzdən bir məhsul yazsaq daha doğru olar. Və hidrogen atomlarının cəmi. Deməli, əmsal molekul sayı neçədirsə, hidrogen atomunun sayı dedikdə həmin o əmsal, həmin birləşmədə olan indeks sayına vurulur. Məsələn, hidrogendən söhbət getdiyinə görə 1x 10-a vurulur və yaxud da aşağıda ikinci maddədə 2,5x 4-ə vurulur. Əgər karbondan söhbət getsəydi, məsələn, 4-ə vurulacaqdı və yaxud da 2-yə vurulacaqdı. Ona görə hidrogendən söhbət gedir deyə 1 vurulsun, 1x vurulsun 10, yəni 10x. Üzərinə gəlsin 2,5 vurulsun 4. 2,5-də 4-ə vuranda yenə də 10 eləyir. 10x bərabərdir 40-a. Cəmidir 40 atom var. 10x üzərinə gəlsin 10x, 20x bərabərdir 40-a. X bərabərdir 2-yə. Deməli, x 2-dir. Və bu x-i aparıb yerinə qoyduqda x 1x, yəni 1 vurulsun 2, 2, 2 mol. 2,5 vurulsun x, yəni 2,5 vurulsun 2, bu da 5 mol. Deməli, biz qarışıqda C4H10-dan 2 moldur. C2H4-dən isə
2 vurulsun 2,5 5 molekuldur. Qarşılıqda neçə neytron var? Diqqət eləsək, hidrogenin bir kütlə ədədi 1-dir, proton sayı da 1-dir. Kütlə ədədindən neytron sayını tapanda kütlə ədədindən proton çıxırıq, düzdür? 1 çıxılsın 1 bərabərdir 0. Deməli, hidrogen elementinin neytronu yoxdur və biz burada hidrogeni nəzərə almayacağıq. Yerdə qalır karbon elementi. Bir karbon atomunun 6 neytronu var. Burada 2 vurulsun 4, yəni 8 atom karbon var. 8 vurulsun 6, üzərinə gəlsin. Aşağıda isə 5 vurulsun 2, yəni 10 atom karbon var. 10 vurulsun 6, o da bərabərdir 48, üzərinə gəlsin. 60, 108. Düzgün cavab variantı B variantı. Keçək 9-cu sualın izahına. Hansı kimyəvi birləşmənin tərkibində natrium, oksigen, karbon və hidrogen atomları vardır? Düzgün cavab variantı C variantıdır. Çünki çay sodası natrium hidrokarbonatdır. Tərkibində natrium da var, hidrogen də var, karbon da var və oksigen də var. Bir natrium, bir hidrogen, bir karbon və 3 oksigen atomu vardır. A variantına diqqət etirsək, biz bioelementlər dərsində keçmişik. Karbohidratların tərkibində karbon, hidrogen və oksigen elementləri daxildir. B bəndinə diqqət etirsək, karbohidrogenlər adından göründüyü kimi karbohidrogen, yəni karbondan və hidrogendən təşkil olunmuşlar. D bəndində isə zülalların tərkibinə deməli həm karbon, həm hidrogen, həm oksigen, həm də azot elementi daxildir. Ona görə də düzgün cavab variantı C variantı. 10-cu sual, hansı birləşmənin adı doğru deyil? A bəndinə diqqət etirsək, karbon dioksid doğrudur. Çünki oksidi əmələ gətirən element karbondur və oksigenin sayı 2, latın dilində adlandırarkən deməli 2D adlanır. Karbon dioksid. Oksigenin sayı daha sonra oksid sözü deyilir. B bəndinə diqqət etirsək, B bəndi yanlış adlandırılıb. Niyə? Çünki kalsium xlor 2 kalsium xloriddir. Amma cavabda kalium xlorid verilib. Ona görə də yanlış variant B variantıdır. Yəni adı doğru deyil. Düzgün cavab variantı B variantıdır. Amma adlandırılan birləşmənin adı doğru deyil. C bəndinə diqqət etirsək, natrium sulfat, bəli, doğrudur. Çünki SO4 sulfat turşusunun qalığıdır. Natriumla birləşib. Sulfat turşusunun qalığı H2SO4-dür, turşu özü. 2 hidrogen atomu var. 2 hidrogen atomu olduğuna görə sulfat turşusu qalığı da 2 valentlidir. Natrium hər zaman 1 valentlidir. 2 və 1 üçün ortaq məxrəc 2. 2 1-ə bölünür. 2 dəfə natriumun indeksinə yazılır. 2 2-yə bölünür. Bir dəfə SO4-ün indeksinə, yəni 1 yazılmır kimyada, ona görə düzgündür. D bəndi də ki, karbon 10-un tarixi adı dəm qazıdır. Ona görə də düzgün cavab variantı B variantı.